Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 2 mərtəbəli ev satışa çıxarılıb. Kupçalı ev 112 min manata. Kupçada da 106.90, 107 kvadrat yuxarı aşağı ümumi kvadratdır. 1.6, demək olar ki, 2 sota yaxında torpaq ərazisində, həyəti də sizə göstərəcəm. Paket kupçalı evdir. Nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Sonra bu evdə indi nələr var, onu izah edirəm. Deməli, birinci mərtəbə boya-boy hamısı betondur. Ona görə bütün hamısı istipoldur. 1 ilə 2-nin arası monolitdir, ikinci mərtəbədə istipoldur. Deməli, bir də izah edirəm, yuxarısı da monolitdir, aşağısı da monolitdir. Yerləşdiyi ərazidə hardadır? Saray postundan girdi saraya, birinci svetoforu keçəndən sonra Yetər Çaldı sarayına çatmamış, dönürsüz sağa. Yəqin ki, 300 metr, 250-300 metrdə məsafəsi var yolla. Hündürlüyü də, bax, burada hal-hazırda durduğum buradan, patoloka qədər 3.20-dir. 3 metr 20 sant hündürlüyüdür. 112 min manatdan ev sahibi deyir ki, hamam aksesuarlarıdır, bir də kombi. Müştəri gəlib bu evi bəyənəndən sonra, qiyməti razılaşandan sonra siz hansı model kombi istərsiniz, hamam aksesuarları istərsiniz, hamısını yığıb, yəni öz hesabına qoyulacaq, bura təhvil veriləcək sizə. Bu pilləkən qalxır ikinci mərtəbəyə. Pilləkənin burada altında həmişə kimi qaladovkası var. İndi davam edək, məsələn, birinci qonaq otağına baxaq. Siz də yaxınlaşın. Ay maşallah, Allah xeyir eləsin. Bax, bu zalıdır, yəni qonaq otağı. Neçədir zalı? 8-in 4-də qonaq otağıdır. Baxın, axıra qədər gedirəm, məsafəni görəsiniz. 8 metr uzunu, 4 metr eni. Bu da TV-stentin yeridir. Bax, burada belə qəşəng səliqəli qoyulub. Pəncərələrimiz şəbəkə pəncərədir, spotdur, gizli işıqlı, hər şey qaydasında olan evdir. Buradan da gəlirik mətbəxə. Koridor, hamam, tualet, bir də mətbəx keramika deyilir, görürsünüz. Meyvələr arası da qoyulub, bunun altı da keramikadır, meyvələr arası da keramikadır. Pəncərədən də baxanda hamısı öz həyəti görsən, ara məsafələri var, heç biri hasara oturmayıb. Onu izah eləmək istəyirdim. Demək, bütün ev istipoldur da, həm 1, həm 2. 1, 2 hamısı istipoldur. Bu da sanitar qovşağıdır. Bir də izah edirəm, ev sahibi deyib ki, gəlib özləri baxsınlar, hamam aksesuarları aşağı, yuxarı və kombi. Hamısını öz hesabına qoyub təhvil veriləcək sizə. Təmizləmə işləri qalıb da. Təmizləmə işləri qalıb. İndi pilləkənlə qalxırıq ikinci mərtəbəyə, bir də izah edirəm, yeri də beton monolitdir birinci mərtəbənin. 1 ilə 2-nin arası da monolitdir. Qalxdıq ikinci mərtəbəyə. Gələndən sonra ikinci mərtəbəyə, bax görürsünüz belə, pilləkənin pəncərəsi də var. Burada ikinci mərtəbənin sanitar qovşağıdır, görürsünüz, ikinci mərtəbənin. Birdə də var, 2-də də var. İkinci mərtəbənin yataq otağına baxın, ne zəhmət olmasa. Neçədir bura? 5-in 4-dədir, bax bu yataq otağı. Bu ikinci mərtəbədəki ən böyük yataq otağıdır. 5-in 4-də budur. Sonra bu neçədir? 3,5-ın 3,5-a bu yataq otağıdır. Bir də burada bir yataq otağı var, onu da göstərək. Bu neçədir? 4-ün 3-də bu yataq otağıdır. Demək, 3 yataq otağı yuxarıda, hamam tualet yuxarıda, bir qonaq otağı, mətbəx, hamam tualet aşağıdadır. Həyəti də göstərəcəyik. Kollektor sistemində krişkası da qoyulub. Buradan da krişə çıxmaq üçün yerdir, o da kondisionerin yeridir. İndi keçin həyətlə tanış edeyim. Hörmətli izləyicilər, bu da həmən evimizin həyətidir. Bax, jalüz qapısı, ondan sonra trapı da var burada, mərkəzi kanalizasiyası var. Bu da evimizdir, bax, 2 mərtəbəli ev. Bir də izah edəm, deməli, pultla jalüz qapıdır, kaletkası var. Burada mərkəzi kanalizasiyanın trapı var. Maşın saxlamaq üçün belə yeri var. Bax, bu da evdir. Burada da ağac gül əkmək üçün yeri var. Burada da evin böyründə, bax, belə. Bir dənə buradan göstərin. Bax, tameti görürsünüz, axıra qədər gedib, arxasında da yeri var. Onu izah eləmək istəyirəm. 112 min manatadır. Saray qəsəbəsində, Saray postundan girəndə birinci svetoforu keçəndən sonra dönürsünüz, Yetər Çaldı sarayına çatmamış, dönürsünüz sağa. Yoldan 300 metr məsafəsi olar olmaz, 250-300 metr, bax belə. 112 mindən endirim olunacaq. Endirimdən də əlavə nələr olacaq? İstəsiniz, görürsünüz, hamam tualet boşdur. İndi buna aksesuar alınmalıdır axı. Ev satan adam, sizlə bir yerdə gedəcək. Siz hansı modeli istəsiniz, həmən hamam tualeti yuxarı aşağı bütün aksesuarlar alınacaq. Bir də kombi alınacaq bura, siz də onda hansı kombini istəsiniz, ən yaxşısından bu evə onu da özü alacaq. Sizdə bir dənə qalacaq burada mətbəx mebeli yığmaq. Allah alana da, satana da xeyir versin. Sağ olun.